İyunun 4 və 5-də Gürcüstanın Konstitusiya Məhkəməsində Rus sonluqlu soyadların dəyişdirilməsi ilə bağlı məhkəmə keçirilib. 2020-ci ildə Salam platformasının təşəbbüsü ilə soyadımı qaytar kampaniyası başlatılıb. 2021-ci ildə isə 45 gün ərzində soyadların dəyişdirilməsi ilə bağlı 27 min imza toplanaraq parlamentə təqdim olunub. Parlament isə rədd cavabı verdikdən sonra platform üzvləri işi məhkəməyə veriblər. Prosesdə Salam platformasının hüquqi mövqeyini vəkillər Vasil Jijyaşvili, Nika Bakradze, Aleksey Miqabrişvili və Maryam Qabunya müdafiə ediblər. İddiaçılar Gürcüstan Konstitusiyasının 15-ci maddəsinə əsaslanaraq Gürcüstanın mülki haqlar haqqında qanununun 64-cü maddəsini qeyri-konstitusional hesab edilməsini tələb edirlər. Həmin maddə şəxsin seçdiyi soyadla güclü əlaqəsi olduqda soyadının dəyişdirilməsini məhdudlaşdırır. Platform üzvləri məsələ həll olana qədər mübarizə aparacaqlarını bildiriblər. Gürcüstan tarixində ilk dəfə 2 gün davam edilən Konstitusiya Məhkəməsindəki bizim müzakirə bugün artıq başa çatdı. Və biz bu Konstitusiya Məhkəməsində bizim soyadlarımızın sonluğunun bizim milli sonluqla dəyişdirilməsinin tələbimiz bugün başa çatdı və biz bu mübarizəyi davam edəcəyik hər zaman. Bizim millət üçün illərdir bu çox əhəmiyyət daşıyır və bizim için çox önəmlidir ki, bizim kimliyimizi nümayiş etdirən soyadı, familiya sonluqları bizim familiyələrimizdə, soyadlarımızda yerini tapsın. საბოლოო ჯამში, როგორც არა დასრულდეს შედეგი, გაწყეතරებაც არ უნდა მიიღოს სასამართლომ, ალბათ გარკვეული ისტორიული დატვირთვა ექნება ამ საქმეს, იმიტომ რომ ფაქტად იმის აღიარება საკონსტიტუციო სასამართლოს მიერ ნამდვილად ვერ იქნება გვერდავლილი, რომ ეს რუსული იმპერიის მიერ განხორციელებული, ასე რომ ვთქვათ, შეზღუდვაა, რომელიც დღემდე მოყვება სხვადასხვა თემის წარმომადგენლებს, ხო, მათ შორის ეთნიკური აზერბაიჯანული თემის წარმომადგენლებს.